Həmçinin qardaş sual verdi ki, mən əhlüsünnə namazına hardasa 2 ilə yaxındır gəlmişəm. Təşəhhüddə işarə barmağının qaldırılması vacibdirmi? Əgər vacibdirsə, hansı sözdən başlayaraq hansı sözə qədər qalxmalıdır barmaq? Ətraflı izah edərdiniz, zəhmət olmasa. Deməli, bəli, namazda təşəhhüd barmağının qaldırılması, bəli, Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsidir və yəni insan çalışmalıdır ki, buna riayət eləsin. Yəni təşəhhüd barmağını qaldırmaq Peyğəmbər sallallahu əleyhi və səlləmin namazda sünnəsidir. Və sahabələr Peyğəmbər sallallahu əleyhi və səlləmin namazını bizə nəql etdiyi zaman, onun namazını bizə vəsf etdiyi zaman, yəni bu cür vəsf ediblər ki, yəni təşəhhüdə oturduğu zaman barmağını qaldırardı. Və bu təşəhhüddə işarə barmağının qaldırılması, yəni təşəhhüdə oturduqdan salam verilənə qədər qaldırılır. Təşəhhüdə oturduqdan, artıq təşəhhüdə oturdun, başladın. Təşəhhüdə başlayandan salam verənə qədər, yəni barmaq qaldırılır. Barmaq qaldırılır. Yəni bəzi insanlar və yaxud da ki, bəzi məzhəblər görürsən ki, təşəhhüd barmağını sadəcə əşhədü ən la ilahə illallah və əşhədü ənə Muhammedən Rasulullah sözünü dediyi zaman qaldırırlar. Əslində bu sünnəyə müxalifdir. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmdən nə də ki sahabelərdən belə bir şey varid olmayıb. Peyğəmbər sallallahu əleyhi və səlləm namazda ikən təşəhhüd barmağını təşəhhüdə oturduqda qaldırardı və ta ki salam verənə qədər, yəni barmağını qaldırıb tutardı, düz tutardı. Bəli.